Hər vaxtınız xeyir, xoş gördük dəyərli dostlar. 11 iyul 2026-cı il. Ukraynanın şərqindəyik. Demək, bugün 20 yaşlı müharibənin 1599-cu gündür. Dəyərli dostlar, yəqin xəbəriniz var. Tərəflər müharibənin şiddətini daha da artırıblar. Deməli, həm düşmən tərəf təbii ki, hər dəfə olduğu kimi özünün deməli, bütün nə gücü varsa Ukraynanın dinc əhalisinə qarşı sərf edir və Ukrayna silahlı qüvvələri də təbii ki, düşmənin həm silahlı qüvvələrinə, həm də ona maliyyə qazandıran deməli, neft-qaz sektoruna zərbələr endirir, həm nərvi sənaye kompleksinə zərbələr endirir. Xoş olan xəbərlər ondan ibarətdir ki, doğrudan da Amerika Birləşmiş Ştatlarından gələn məlumatlar təsdiq edir ki, artıq Senatın 100 deputatından 85-i imzalarını təsdiq edib və yaxın günlərdə, yaxın zamanlarda biz Amerika Birləşmiş Ştatları prezidentinin Rusiyaya qarşı öldürücü sanksiyalarını sizə elan edəcəyik. Yadınızdadırsa, dəyərli dostlar, biz öldürücü sanksiyalarla bağlı deməli, hələ 2024-cü ilin noyabrından danışırdıq. O gündən bu günə qədər, yəni Trump prezident seçiləndən sonra da bu məsələlər açıq qalmışdı. Deməli, qanun layihəsinin sahibləri Respublikaçı Lindsey Graham'la Demokrat Blumenthal'dır. Bununla əlavə də deməli Demokratların fraksiyasının sədri bizim üçün də yaxşı səslənən Şahin adlanan deməli deputatdır. Yeri gəlmişkən biləsiniz ki, dünənlər Ukraynada deməli bu deputatların bir hissəsi Ukraynada idilər, Respublikaçılar, Demokratlar da onlardan da əlavə demək Senatın, Kongresin Xarici Əlaqələr Komitəsinin fəxri sədri Michael McCoy dönləri Ukraynanın müharibə bölgəsində idi. Bunu da yəni biləsiniz. Beləliklə bildirmək istəyirik ki, əziz dostlar, Amerika Birləşmiş Ştatlarının öldürücü sanksiyaları necə deyirlər, lap yaxındadır. Nədir öldürücü? Niyə öldürücü sanksiyalar deyirlər? Daha doğrusu üzr istəyirəm, dəqiq tərcümədə cəhənnəm sanksiyaları. Cəhənnəm sanksiyaları ona görə deyirlər ki, bu sanksiyalarda Rusiya ilə ticarət əlaqələri olan ölkələrə qarşı 500%lik rüsum tətbiq ediləcək. Və bu rüsumlar ticarətin bütün sahələrinə aiddir. Əlbəttə ki, ilk növbədə neft, qaz, energetika sektoru nəzərdə tutulur. Bununla əlavə deməli uran orada ayrıca yazılıb və digər aparıcı, belə deyək, xalq təsərrüfatı sahələri yaxud eksport, Rus eksportu sahələri deməli sayılır. Beləliklə bütün Ukrayna bu xəbərləri gözləməkdə davam edir. Tək Ukrayna yox, həm də Ukraynanın dostları, əminik ki, siz də. Yəni bu öldürücü sanksiyaları, çünki də bu Ruslar artıq necə deyirlər, Kreml, Moskva, bu banditlər, terroristlər hamının canı boğazını yığıblar. Gün ərzində dəyərli dostlar, səhər tezdən Ukraynanın bu və ya başqa yerlərində bütün günü həyəcan siqnalları çalınmaqdadır. Onların necə deyirlər, bacardığı ondan ibarətdir ki, dinc insanlara zülm etsinlər. Onu da bilirsiniz, danışmışdıq da, əks effekt verir təbii ki. Amma heyifdir də, yazıqdır insanlar, heyifdirlər. Yəni, niyə ölsünlər, durduqları yerdə, insanlar vallahi yatdıqları yerdə, nə bilim, haradasa da fərqi nədir ki, məişətdə, həyatda heç bir günah olmayan insanların başına raketlər düşür, bəzən də olur ki, diri ailələr batır. Belə dostlar, İnşallah çalışacağım, axşam efirində görüşək. Əgər çatdıra bilsək, çatdıra bilməsək də, yəni bu efirə xahiş edirik. Necə deyərlər, baxasınız və biləsiniz ki, yəni müharibə
Müharibə bütün şiddəti ilə davam edir və Ukrayna tərəf sizə əmin eləyirəm ki, ruslara borclu qalan deyil. Mən indi burada durub bir sadalayan deyiləm ki, çünki hamısını da bilmirəm. Deməli, Rusiyanın hansı obyektləri, hansı şəhərləri, hansı neft bazaları təkrar, neft sənaye kompleksi, mesela neft sənayesi təzədən hansı zərbələrə məruz qalır, amma inanın ki, deməli, bunlar hamısı var. Beləliklə, sizə deməli, akşam efrimizdə çalışarıq, görüşək, amma bunu söz vermək olmur, çünki yol hələ var və əgər çox gec olarsa, təbii ki, gecə, deməli, mən Kiyevdə olacam, amma baxır neçədə də, yəni, həmişəki vaxtımızdan heç olmasa 1 saat, 2 saat gec olsa yenə görüşərik. Yox, əgər çox gec olsa görüşə bilməyəcəyik. Ona görə nigaran olmayın əziz dostlar. Yəni, mübarizəmiz sizlə bir yerdə, sizi kimi dostları olan, silahdaşları olanlar əlbəttə ki, hər zaman qalibdirlər. Belə bir deyim də var. Bu mübarizənin etməyin elə ən yaxşı tərəfi odur ki, heç olmasa bilirsən ki, dostlarımız, mübarizə yoldaşlarımız kimlərdir? Yəni, sizlərlə istənilən döyüşdə olmaq asandır. Sağ olun dostlar, salamat qalın, çalışacağıq ki, axşam görüşək. Nə qədər alınacaq, alınmayacaq deyə bilmirəm də oradan belədir. Amma çalışacağım ki, görüşək. Sağ olun, hələlik.